müddətdir bunu eləmirdim. Tam oldu. Demək olar ki, hazırıq. Eşidən gizli nömrə sahibi var sözmü sənə. Məni çox narahat eləmə, bu yolu seçdin özün. Bilirəm kimdir mənə zəng eləyən. Yolda birdən azarıq deyə nəsə yeməyə amin olmaq üçün markete gəlmişik dostum. Artıq yavaş-yavaş gəldik vlogun ən maraqlı yerinə. Airfryer'də qalacaq və bunu sizlərə göstərəcəm Airfryer'in necə olduğunu. Gəlin keçək Airfryer'in hissəsinə. Bəli, gəldik dostlar, görürsüz. Havuzu da var. Şeydir. Bu da evin özüdür. Məncə çox superdir. Yəqin hal-hazırda ekranda görəcəksiniz. Suyu deyirlər çox istidir, baxaq. Qaynayır hala. Və dostlar, keçirəm mən özümə otaq seçməyə. Bilə-bilə yuxarıda seçəcəm. Mənə dedilər ki, aşağıda seç, mən yuxarıda seçirəm. 2 dənə yer var. Bilmirəm hansını seçim.
Bura belədir. Mənzərəsi də həyətə baxır buranın. Baxın. Həyətə baxır. Bir də o birisi otağa baxım görüm hansı daha yaxşıdır. Burada belədir. Məncə bura daha yaxşıdır. Mənzərəsi də. Mən buranı seçirəm. Bu otaq mənimdir. Eşitdiniz? Bu otaq mənimdir. Adımı qoydum artıq. Buranı heç görmədim. Belə otağımı seçdim mən. Yuxarıda olacaq. Bu da televizorumuzdur. Adəm seçir kanal indi. Hə Adəm? Barakskoya mənim özüm getmişəm birinci olaraq. Çox super yerdir dostlar. Mətbəxi də belə balacadır amma qəşəngdir. Yaxşı ki seçdik buranı qalmağa. Gəl dostlar. Keçdim otağıma. Burası superdir Allah. Qəşəng işığı yandıracağam bir dənə. Çox qəşəngdir. Əla. İndi şkafı açım görüm. Bir şey yok imiş dostlar burada. Neyse dostlar vlogun sonuna geldik. Belə vlogların davamı üçün abunə olub like atmağı unutmayın. Hələlik.